Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu günlərdə Azərbaycan dilinin ilk dərsimiz fonetika bölməsidir. Fonetika Yunan sözüdür. Fonesiyastika elm sözlərinin birləşməsindən yaranıb. Fonetika dilçiliyin bir bölməsidir. Dildəki danışıq səslərini, onların yaranmasının inkişafını və xüsusiyyətlərini öyrənir. Danışıq üzvləri. Danışıq zamanı tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Danışıq üzvləri iki qrupa bölünür. Fəal danışıq üzvləri, qeyri-fəal danışıq üzvləri. Fəal danışıq üzvlərinə dodaqlar, dil, səs telləri daxildir. Qeyri-fəallara isə ağciyər, nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə daxildir. Danışıq səsləri iki qrupa bölünür. Saitlər və samitlər. Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samitlər isə ağız boşluğunda maneəli tələffüz olunur. Samitlər təmiz avazlı səslərdir. Samitlər isə əmələ gəlməsində güclü iştirak edir. Saitlər heca yaradır. Samitlər isə hecanı formalaşdıra bilir. Saitlər vurğu qəbul edir, samitlər isə vurğu qəbul etmir. Saitlər uzun tələffüz oluna bilir, samitlər isə uzun tələffüz olunmur. Saitlər musiqili səslərdir. Dodaqların və dilin müəyyən vəziyyətə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır. Saitlər 3 qrupa bölünür və hər saitin də 2 əlaməti özünü göstərir. Dilin üfüqi vəziyyətinə görə, üfüqi yəni düz xətt boyunca, dilin arxa və ön tərəfdə deyilməsinə görə. Dil arxası qalın saitlər, a, I, o, u, dil önü incə saitlər, e, ə, i, ö, ü. Dilin şaquli vəziyyətinə görə, şaquli yuxarıdan aşağı deməkdir. Açıq saitlər, a, e, ə, o, ö. Qapalı saitlər isə 4 cür yazılan hissləri yadda saxlamaq kifayət edir. I, i, u, ü. Başqa bir deyimlə, üstü qapalılar olur açıq, üstü açıqlar olur qapalı. Tələffüz zamanı dodaqların vəziyyətinə görə dodaqlanan saitlər və dodaqlanmayan saitlər. Dodaqlanan saitlərdə nisbətən dodaqlar irəli gələrək dairəvi forma alır. O, ö, u, ü, digərləri isə dodaqlanmayan saitlərdir. Dilimizdəki bəzi sözlər uzun tələffüz saitlər, uzun tələffüz edilir. E, ə, ö saitləri ilk hecada. Məsələn, elan, əla, mötəbər. A, U, İ saitləri ilə bitən açıq hecalarda, məsələn, xəzinə, mübariz, xüsusi, vəzifə. Qeyd edim ki, tələffüz göstərmək üçün transkripsiya adlanan işarədən istifadə olunur, uzun tələffüzü bildirmək üçün isə transkripsiyanın içərisində qoşa nöqtədən istifadə edilir. Na, bi, la, ba. Ön şəkillərində ba, məzə, bi tərəf, la, məkan, narazı. Qoşa saitli sözlərdə bir uzun saitli səs kimi. Bildiyimiz kimi qoşa saitli sözlər yanaşı gələrsə, eyni cinsli. Onlardan biri düşərək, digəri uzun tələffüz edilir. Camaat yazılır, camaat tələffüz edilir. A, ə yanaşı saitlərinin işləndiyi sözlərdə A səsi uzun tələffüz olunur. Bəraət, itaət, qənaət. Saitlərdən ikisi uzun tələffüz olunur. Bəzi sözlərimiz var ki, onlarda iki sait uzun tələffüz edilir. Aqil, anə. Tərif, namə. Sabir, anə. Bu sözlərdə uzun tələffüz olan sait yoxdur. Bu sözləri öyrənmək məsləhətdir ki, bunlar tələffüz edərkən yanlışlığa yol verməyək. Sonuncu heca heç vaxt uzanmır. Məsələn, heca sözlərində heç vaxt uzanmır. I və ü saitləri uzanmır, amma istisnalar var. Üfüqi, süni, cüzi sözləri istisnadır. Bunlarda uzanma var. Qeyd. Milli sözlərimizdə uzun tələffüz olunan səs yoxdur. Yalnız alma sözlərdə buna rast gəlinir. Uzanmaya görə mənası dəyişən sözlər 4 dənədir. Nərə, əyan, dava, bəzən. Nərə uzanmadan tələffüz edildikdə balıq növü nərə balığıdır. Amma Koroğlunun dəlili nərəsi, yəni çığırmaq mənasındadır uzun tələffüz edildikdə. Əyan, açıq-aşkar. Mənə yuxuda əyan oldu. Burada uzanma yoxdur. Amma zadəgər mənasında şahın əyanları gəldi. Burada uzanma var. Dava dərman mənasında uzanma yoxdur. Onlar dava edirdilər. Münaqişə mənasında isə uzanma var. Bəzənmək mənasında uzanma yoxdur. Amma bəzən arabir mənasında uzanma var. Qoşa saitli sözlər 2 yerə bölünür. Eyni cinsli qoşa saitli sözlər, müxtəlif cinsli qoşa saitli sözlər. Eyni cinsli qoşa saitli sözlərdən yanaşı işlənən qoşa saitlərdən biri düşür, digəri isə uzun tələffüz edilir. Saat sözündə saat, təbii sözündə təbii, təəccüb sözündə təəccüb,
Müxtəlif cinsli qoşu saitli sözlərdə 3 forması var. Səs artımı, səs düşümü və səs dəyişməsi hadisəsi baş verir. Səs artımı nədir? Tərkibində i ilə işlənən qoşu saitli, müxtəlif cinsli qoşu saitli sözlərdə hərf birləşmələrdə işləndiyi sözlərdə bu iki saitin arasına bir y samiti artırılır. A ilə, ay ilə, xain, xain. Səs düşümü nədir? Qoşu saitli mürəkkəb sözlərin əksəriyyətində yanaşı gələn saitlərdən birincisi tələffüz zamanı düşsə də, ikincisi uzun tələffüz olunmur. Məsələn, xala, oğlu, xalaoğlu kimi tələffüz edilir. Üzü aşağı, üstü örtülü sözlərində sait düşmür. Üzü aşağı formada tələffüz edilir, üstü örtülü formada tələffüz edilir. Səs dəyişməsi. A və əl saitləri bitişdirici y samiti ilə işləndikdə, həmin bu saitlər qapalı saitə çevrilir. A saiti öz növbəsində qalın saitlərə çevrilir, I ilə üyə, uya. Əl saiti öz növbəsində incə saitlərə çevrilir, I ilə üyə. Araba, ya, arabıya. Oynayır, oynuyur. Kölgə, yə, kölgüyə. Diqqət etdikdə rahat formada görə bilərsiniz ki, sözün sonu kökü. Saitlə bitərsə, ona saitlə başlanan şəkilçə artırdıqda, bitişdirici y samitindən nə zaman istifadə edilərsə, həmin bu açıq sait çevrilir olur qapalı sait. Sözün hərf və səs tərkibi. Sözün hərf və səs tərkibi iki cür fərq olur. Kəmiyyət fərqi, keyfiyyət fərqi. Görək indi bunlar nədir? Kəmiyyət fərqi iki yolla əmələ gəlir. Səs düşümü, səs artımı. Kəmiyyət dedikdə say, tərkib nəzərdə tutulur. Bunu yadınızda saxlasanız kifayət edər. Tələffüz zamanı sözdə olan səslərin sayının hərflərin sayından az olmasıdır. Məsələn, maaş sözündə 4 hərf və 3 səs var. Səslər hərfdən azdır. Demək ki, səs düşümü var. Səs artımı. Tələffüz zamanı sözdə olan səslərin sayının hərflərin sayından çox olmasıdır. Məsələn, babamla yazılır, babamla tələffüz edilir. Lalə, nan formasında tələffüz edildi. Deməli, 7 hərf var idi, 8 isə səs oldu. Səslər hərfdən çoxdur. Demək ki, səs artımı var. Keyfiyyət fərqi nədir? Sözdə səs dəyişməsi əsasında ortaya çıxır. Yəni, bir səsin digər bir səslə əvəz edilməsi. Məsələn, otaq yazılır, otaq formasında tələffüz edilir. Burada G hərfi X səsinə dəyişib. Sözdə eyni sayda səs düşümü, səs artımı olarsa, kəmiyyət fərqi əmələ gəlmir. Yəni, biri düşüb, biri artırsa, bu kəmiyyət fərqi eləmir. 8 idi, 8 olaraq qalır. Məsələn, təəssüflə sözünün tələffüzü əllərdən biri düşəcək, biri uzun tələffüz ediləcək, lalə ilə ki, nən kimi tələffüz ediləcək. Burada düşmə olsa, səs azalması olsa da, burada səs artımı baş verib. Təəssüflə şəklində tələffüz edilir. Tələffüz zamanı ə hərfi düşür, n səsi artır. Buna görə də yazılış və deyiş arasında kəmiyyət, say fərqi əmələ gəlmir. Bir sözdə eyni anda kəmiyyət, keyfiyyət fərqi olmaya da bilər. Bu elə sözlər də olur ki, həmin sözlərin yazışı və deyişi fərqlənmir. Saitlərin yanaşı işləndiyi sözlərdə yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz edilir. Bu saitləri, bu hərf birləşmələri yadda saxlamaq məsləhətdir. Aerodrom, aerodrom olaraq da tələffüz edilir. Tərkibində ov, öv, on hərf birləşməsi olan sözlərdə səs düşümü baş vermir, yazıldığı kimi tələffüz olunur. Dovğa, dovğa, növbə, növbə. Bunu doğğa formasında əvvəl deyirdilər, amma indi xeyr, o formada yanlışdır. Əh birləşməsində X samiti düşmür. Məsələn, şöhrətli, şöhrətli olduğu kimi qalır. Li burada şəkilçidir, o başqa sözdür. Dəhşətli, dəhşətli. O ilə yazılıb A ilə deyilən sözlər. O saati bəzi alınma sözlərdə A kimi tələffüz edilir. Məsələn, olimpiya, olimpiya, model, model. Ü saati ilə yazılan sözlər. Bunlar ü ilə yazılır. Bu sözləri yadda saxlamaq vacibdir. Büruzə, füzuli, mühüm, müşkül, bünövrə, üfüq, füsunkar, büllur, cüdo, büro, hüsünxət, kompüter, paraşüt, fakültə, fakultativ. Bu sözlər isə i saiti ilə yazılır. Külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid.
Ülvi, ümid, müthiş, müsibət, firuzə. Hər birinizə diqqətinizə görə təşəkkürlər. Növbəti slaydımızda görüşənədək.